Salam, hər vaxtınız xeyir olsun. Xanımlar, hər birinizi bu gözəl məkanda ürəkdən salamlayırıq. Əvvəlcə alqışlarınızı eşitmək istəyirik. Bəli, bugün burada dəyərli insanlar var. Ziyalılarımız, tanınmış insanlar, çox hörmətli insanlar. Hər birinizi 4-cü Simurq 2024 mükafatlandırma gecəsində salamlayırıq. Və əziz, bu bir nədir və hər bir tədbirdə, mötəbər gecədə mütləq şəkildə biz onları tanırıq. Tədbirimizi başlamazdan əvvəl 44 günlük vətən müharibəsi və antiterror əməliyyatlarında vətənimiz üçün canından, qanından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla anaq. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Bəli, xanımlar və cənablar, Simurq 2024 mükafatı ildə yalnız bir dəfə gerçəkləşir. İl ərzində aktiv və uğurlu fəaliyyəti ilə seçilən şəxslərə bu mükafat təqdim olunur. Məhz elə bu axşamda dəyərli incəsənət nümayəndələrimiz, media sahəsində çalışan dəyərli jurnalistlərimiz və müxtəlif fəaliyyət sahələrini təmsil edən dəyərli iş adamları bu kürsüdə layiqli mükafatını alacaq və maraqlı tanışıqlar yaradacaq. Həmçinin bu axşam bizim dəyərli xalq artistlərimiz, dəyərli insanların ifalarını birlikdə eşidəcəyik. Bəli dostlar, siz hal-hazırda masalarda gözəl nemətlərdən dadın, nuş olsun deyirik hər birinizə. Amma tədbirimizi gözəl bir nömrə ilə başlayaq. Son zamanlar hamının və xüsusən gənclərin çox sevdiyi Aynəbənd qrupu, rock qrupu gəlir. Alqışlarınızla dostlar. Danışmaq duyğusuz baxışlarla soruşdum, heç şübhəsiz qovuşduk. Dur, zaman yerində dur, dur, saatı eyni vaxta qur. Dur, zaman yerində dur, gur, saatı eyni vaxta qur. Bir yol var görünür körpülərlə, mən keçərəm o körpüləri həvəslə. Sən istədin an, məni səslər, görüş yerimiz bəllidir bizim şəhərdə. Danışmaq duyğusuz baxışlarla soruşduk, heç şübhəsiz qovuşduk. Dur, zaman yerində dur, qur, saatı eyni vaxta qur. Dur, zaman yerində dur, qur, saatı eyni vaxta qur. Bir yol var görünür körpülərlə, mən keçərəm o körpüləri həvəslə. Sən istədin an,
edirik, təşəkkür edirik. Amma heç bir yerə getməyin, çünki elə mükafatınızı almalısınız. Aynabənd qrupunun mükafatı gəlir. Bəli dostlar, Simurq 2024 mükafatı Aynabənd qrupuna təqdim olunur alqışlarınızla. Təbrik edirik, bir şəkildə çəkdirək. Alqışlarla yola salırıq, təşəkkürümüzü bildiririk. Və tədbirimizdə mükafatlandırmalar davam eləyəcək. Və dostlar, mənə verilən məlumata görə bugün Simurq 2024-ün təşkilatçılarından biri, onun da əziyyəti danılmazdır, Şəfəq Həsənzadənin bugün doğum günüdür. Alqışlarla dəvət edirəm. Şəfəq, haradasınız? Gəlin bura. Şəfəq Həsənzadə bugün doğum günüdür. Xanımdan yaş soruşmazlar. Hər zaman gözəl qalın, hər zaman təbəssümlə qalın. Bilmirəm, nəsə deyəcək sözünüz varsa, peki həyacanlısınız. Buyurun. Gələn qonaqları salamlayıram. Hamınızı təbrik edirəm. Simurq milli mükafatına layiq görülmüşsünüz. Uğurlarınız daimi olsun. Və Cuz Artdan sənə hədiyyə veriləcək. Zəhmət olmasa, təbrik eləyək Şəfəq xanımı və onun hədiyyəsini təqdim eləyək. Nə gözəl güldü bu. Təşəkkür edirik Cuz Arta. Təşəkkürlər, minnətdarıq. Alqışlarla yola salırıq, təbrik edirik. Hər zaman üzünüz gülsün Şəfəq xanım. Təbriklər. Bir şəkil də çəkdirək, getməyin. Gəlin şəkil də çəkdirək. Və əlbəttə ki, Simurq 2024 mükafatlandırma mərasimində sponsorsuz, dəstəksiz olmaz. Bir dəyərli sponsorlarımıza təşəkkür edəcəyik. Baş sponsorumuz International Science and Technology University təhsil, öyrətim, qiymətləndirmə və sertifikatlaşdırma xidmətlərində 7 fərqli müstəqil beynəlxalq təşkilat tərəfindən akreditasiya olunmuş və 3 fərqli müstəqil beynəlxalq təşkilatla olan eyni zamanda etibarlı marka sertifikatı ilə keyfiyyət təminatı sənədlərinə sahib çoxmillətli akreditə ali təhsil müəssisəsi və eyni zamanda qlobal ali təhsil xidmət təminatçısıdır. Onu qeyd edeyim ki, universitetin tərkibində mühəndislik fakültəsi, sağlamlıq elmləri fakültəsi, idarəetmə elmləri fakültəsi, hüquq fakültəsi olmaqla 4 fakültə mövcuddur. Bu fakültələrdə ümumilikdə 21 bakalavr proqramı təqdim olunmaqda. Eyni zamanda magistratura təhsil institutunun çətiri altında 15 magistr və 11 doktorantura proqramı mövcuddur. Düşünürəm ki, hal-hazırda video çarxımızı tam olaraq izləyək mümkündürsə, amma yenə də izləyirik və Azərbaycanlı tələbələrimiz üçün də xüsusi olaraq vurğulayaq. Kosmetologiya, psixologiya və klinik psixologiya kimi bölmələr də universitetimizdə əlbəttə ki mövcuddur. Həmçinin ikili diplom proqramı sayəsində məzun olan tələbələr International Science and Technology University tərəfdaşlıq etdiyi 6 fərqli universitetdən də ikinci diplom almağa haqq qazanırlar. Gəlin ürəkdən alqışlayaq. Baş sponsorumuz International Science and Technology University. Uğurlar arzu edirik. Təşəkkür edirəm. Növbəti baş sponsorumuz 2014-cü ildən fəaliyyətə başlayan 10 illik təcrübəyə malik Sky Laser Gözəllik Mərkəzləri şəbəkəsidir. Qeyd eləyək ki, Bakı şəhərində 8 filialdan ibarətdir. Şəbəkəyə qadın və kişi lazer epilyasiyası, bərbər şoplar, dırnaq studiyası, qadın gözəllik salonu daxildir. Dostlar və təşəkkür edirik. Bakı şəhərində 7 filialdan ibarət Sky salonlar şəbəkəsi həm xanımlar, həm bəylər üçün yüksək səviyyədə xidmət göstərir. Siz də özünüzü peşəkarlara, professionallara həvalə etmək istəyirsinizsə, üzünüzü bizə tərəf tutun.
Növbəti baş sponsorumuz radioloq ultrases müayinəsi mütəxəssisi ali dərəcəli həkim Aynur Bağırzadəyə təşəkkürümüzü bildiririk. Doktor Aynur xanım Milli Onkologiya Mərkəzinin aparıcı mütəxəssislərindən biri, həm də Azərbaycan Radioloqlar Cəmiyyətinin, həm də Avropa Radioloqlar Cəmiyyətinin fəxri üzvüdür. Sağlamlığınızı Aynur xanım kimi peşəkarlara etibar edin. Tədbirimizin digər dəstəkçisi, sponsoru Solar Azərbaycan MMC şirkətidir. Şirkət 2019-cu ildə Ramil Qurbanov tərəfindən təsis olunub. Təsis edildiyi gündən şirkətləri tikinti materialları ilə, əsasən də elektrik məhsulları ilə təchiz etməyə başlamışdır. Solar Azərbaycan MMC böyük layihələrin elektrik məhsullarının təchizatı ilə məşğul olur. Şirkət Sokar, Ağşəhər, Bravo, Sığbriz, Metropoliten və digər böyük dövlət və qeyri-dövlət trendlərində iştirak etmiş və qalib olmuşdur. Təşəkkürlər, Solar Azərbaycan MMC. Digər sponsorumuz arzuladığınız ləzzətin ünvanı Buharadır. Əlbəttə ki, keyfiyyəti ilə seçilən Sveji markasıdır. Bir-birindən dadlı tortlar, desertlər və quru məhsulları sərfəli qiymətlə Sveji sizə təqdim edir. Onu da deyim ki, elə zalda əyləşən qonaqlar da korporativ əməkdaşlıq üçün bax bu tədbirdən həmən sonra müraciət eləyə bilər. Xüsusi təklifləri dəyərləndirə bilər. Təşəkkürlər, Sveji markası. Dostlar, digər sponsorumuz Nefertum Parfum. 4 ildən çoxdur fəaliyyət göstərən Nefertum Parfum 1800-dən çox müxtəlif adda keyfiyyət və gigiyenik sertifikatlara malik ətir stoku ilə xidmətinizdədir. 400-dən çox biznes partnyora malik brend, fiziki şəxslər ilə yanaşı korporativ əməkdaşlıqla da təbii ki açıqdır. Və onu dedim ki, keçən il 6000 manat təhsil təqaüdləri vermiş, onlarla gənclər biznes moda tədbirlərinə sponsorluq edib. Təşəkkürlər. Nefertum Parfüm. Nefertum ilə həqiqətən də fərqlisən. Full içkilərinə xüsusi təşəkkürlər. Onu da deyək ki, artıq Full markası təbii qatqısız suları da təbii ki müştərilərinə təqdim etməkdədir. Hər zaman Full içib, Full yaşayaq. Bəli, digər təşəkkürlərimiz olacaq Osmanbəyli brendinə və bugün Osmanbəylidən hər bir qonağımıza xüsusi əlbəttə hədiyyələrimiz var. Digər təşəkkürümüz olacaq Bella, bəli, Bella xanımlarımıza xüsusi hədiyyələrinə görə, təbii ki, daha sonra isə ləziz şokoladlara görə cüz arta təşəkkürlər. Və təbii ki, media dəstəyi də önəmlidir. Media dəstəyinə görə bütün həmkarlarımıza təşəkkürlər. Bəli, dəstəkləyən, əməyi keçən hər bir kəsə təşəkkürümüzü bildiririk. Və bu an həmin andır. Simurg 2024 mükafatlandırma gecəsi və mükafatı alan dəyərli insanları bir-bir bura dəvət edəcəyik.
Bəli, məmnuniyyət hissi ilə dəyərlimiz, sevimlimiz, xanəndəmiz, Azərbaycan Respublikasının xalq artisti, prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru və konservatoriyanın Muğam Kafedrasının müdiri Mənsum İbrahimov alqışlarınızla səhnəyə buyursun. Simurq 2024 mükafatı Mənsum müəllimə təqdim olunur. Təbrik edirik. Hoş gördük və burada iştirak edən hər bir insana ürəkdən salamlayıram. Təbii ki, hər bir mükafat sənət adamı üçün bir sistem oldu. Mən sizə təşəkkür edirəm. Təşkilatçıların hər birinə təşəkkür edirəm və burada təltif olunanların hər birini ürəkdən təbrik edirəm və uğurlar həyatlarında can sağlığı arzu edirəm. Yeni uğurlar arzu edirəm, nailiyyətlər arzu edirəm. Uğurlarınız bol olsun. Bayrağımız hər zaman zirvədə dalğalansın. Sağ olun. Təşəkkürlər və budur sizin mükafatınız. Mənsum İbrahimov Simurq 2024 mükafatına layiq görülür və dəstəkçilərimizdən gözəl hədiyyələr və bir şəkildə xatirə şəkli çox məmnun olardıq. Siz sağ olun. Təşəkkür edirik. Alqışlarla yola salırıq. Dəyərli xanəndəmiz Mənsum İbrahimov. Bugün bu mükafatlandırma gecəsində o qədər dəyərli insanlar var. Sevə-sevə növbəti şəxsi. Azərbaycanda hər kəs bu insanı sevir. Doğrudan da kino sayəsində, incəsənət sayəsində onun kifayət qədər böyük xidmətləri var. Xalq artistimiz, Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, dəyərlimiz, əzizimiz Hacı İsmayılovu dəvət edirik alqışlarınızla. Simurq 2024 mükafatı daha bir dəyərli insana təqdim olunur. Nə xoş ki, Hacı müəllim də bizlə bərabərdir. Təbrik edirik sizi. Axşamınız xeyir, hörmətli xanımlar və cənablar. Hamınızı xoş gördük, gözəl Bakımızın bu gözəl məkanında. Hamınıza gözəl günlər arzu eləyirəm. Əlbəttə, hər bir mükafat bizim üçün dəyərlidir. Çünki burada təkcə incə sənət deyil, müxtəlif peşələrin sahibləri var və onların gördüyü il ərzində uğurları, nailiyyətləri sözün əsl mənasında hamımızı sevindirir, xalqımızı sevindirir. Ona görə mən hamınıza təşəkkür eləyirəm, hamınıza uğurlar arzu eləyirəm. Bu Simurq haqqında çox əfsanələr var. O əfsanələrdən biri də odur ki, Simurq quşu daima odlar, alovlar içərisində yanır, amma heç vaxt təslim olmur. İnsan bu əfsanəni yaradarkən özünün yaxşı əməllərini nəzərdə tutub. İnsan dünyasında isə də onun əməlləri yaşayır və həmişə də yaşayacaq. Mən hər birinizə can sağlığı və işlərinizdə uğurlar arzu edirəm. Təşkilatçılara da öz dərin təşəkkürümü bildirirəm. Var olun, sağ olun. Biz sizə təşəkkür edirik. Çox sağ olun ki, bizimləsiz. Buradasınız. Minnətdarıq sizə. Bir şəkildə çəkdirək sizdən. Alqışlarla yola salırıq. Hacı İsmayılov, dəyərlimiz, xalq artistimiz. Bəli, tədbirimiz davam etməkdə. Növbədə isə bir dəyərli xanımı dəvət edəcəyik. Radioloq, ultrasəs müayinəsi mütəxəssisi, ali dərəcəli həkim, Doktor Aynur Bağırzadə buyursun. Hər sahədə dəyərli insanlar var və xüsusən də xanımlar arasında seçilənlər. Aynur xanım, təbrik edirik sizi, buyurun. Salam, axşamınız xeyir, hər kəsi salamlayıram. Başda dəyərli Akşin Kazımoğlu olmaqla bu cür möhtəşəm tədbirin tərtib olmasında əməyə keçən hər kəsə təşəkkürümü bildirirəm. Simurq 2024 milli mükafatına layiq görüldüyüm üçün çox sevinirəm və qürurluyam. Buna görə də həqiqətən bu mənim üçün çox qürur vericidir.
və məni bu mükafata layiq gördüyü təşkilatçıya özlərim minnətdarlığımı bildirirəm və mükafata layiq görülən bütün iştirakçıların hamısını təbrik edirəm. Çox sağ olun. Siz də sağ olun. Biz də sizi təbrik edirik. Buyurun Aynur xanım. Simurg 2024 mükafatı sizindir. Təşəkkür edirik. Alqışlarla yola salırıq. Növbəti mükafatçı Sky Laser Epilyasiya Mərkəzləri şəbəkəsinin rəhbəri Könül Əhədova. Təbrik edirik. Könül xanım, gəlin. Könül Əhədova Sky Laser Epilyasiya Mərkəzləri şəbəkəsinin rəhbəri Simurg 2024 mükafatını qazanır. Təbriklər. Axşamınız xeyir, hamını salamlayıram. İlk öncə tədbirin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Qürur duyuram ki, bugünkü gün mən bu mükafata layiq görülmüşəm və tədbirdə iştirak edən hər kəsə uğurlar arzulayıram. Çox sağ olun. Siz də çox sağ olun. Buyurun Simurg 2024 mükafatını və sponsorlarımızdan hədiyyələr təqdim olunur. Uğurlar işlərinizdə Könül xanım, təşəkkür edirik. Bəli, dəyərli dəstəkçilərimiz arasında biraz əvvəl bu, təbii ki, şirkətin də adı çəkildi. Solar Azərbaycan MMC-nin rəhbəri və təsisçisi Qız xanım Həsilova dəvət olunur səhnəmizə. Təbrik edirik. Zəhmət olmasa mükafatları gətirərdiniz, hədiyyələri və eyni zamanda mükafatı. Qız xanım, buyurun, bu da sizin mükafatınız. Alqışlayırıq sizi də, təşəkkür edirik. Müxtəlif sahələrdə mükafat alınır. Bugün, bu gecə hər zaman bu ənənəni əsas tutur Simurg mükafatlandırman, təbii ki, təşkilatçılar. Təşəkkür edirik hər birinə. Və növbədə dostlar, xanımlar və cənablar, dəyərlimiz, xalq artistimiz, opera ifaçısı, səsi hər zaman ürəkləri fəth edən Samir Cəfərovu dəvət edirik. Alqışlarınızla. Təbrik edirik Samir bəy. Çox sağ olun, hər vaxtınız xeyir olsun. Mənim burada olmağıma çox qürur duyuram, çox sağ olun. Bu Simurgun olması bir göstəricidir. Bu insanları bir yerdə yığmağımız, bir yerdə olmağımız çox şərəflidir. Stendlərə baxıram, çox uğurlu bir layihələr edirlər. Müstəqil Azərbaycanımızın bu qələbəsidir. Çünki nə qədər belə müəssisələrin olması, bu Azərbaycan brendi olması dünyada Azərbaycanın nə qədər qüdrətli dövlət olmağına dəlalət eləyir. Və biz musiqiçilərə dəvət edirsiniz və sənətimizi qiymətləndirirsiniz. Bizim üçün də böyük şərəfdir. Burada olmaq da böyük şərəfdir. Çox sağ olun, bütün təşkilatçılarım ürəkdən sağ ol deyirəm ki, belə bir möhtəşəm işlərə imza atırsınız. Sağ olun. Siz də sağ olun, təşəkkür edirik. Bəli, Samir Cəfərov, xalq artistimiz Simurg 2024 mükafatını alır. Bir şəkildə çəkdirək. Bəli dostlar, mükafatlandırma mərasimi davam edir. Proneo Industrial Engineer MMC-nin rəhbər və təsisçisi Ramil Qurbanovu dəvət edirik. Ramil bəy, buyursun. Ramil Qurbanov, təbrik edirik sizi. Çox sağ olun. Mən də öz növbəmdə hər kəs salamlayıram.
mükafat alan hər bir şəxsi ürəkdən səmimi qəlbdən təbrik edirəm. Biz istehsalçı şirkət olaraq Azərbaycanda 8 növ istehsalla məşğuluq. Nəinki Azərbaycan daxili bazarı, hətta Azərbaycan xarici bazarlarına hətta öz növbəmizi ixrac da edirik. Və düşünürəm ki, beləncə bir tədbirlərin təşkilatçılığı, beləncə bir hədiyyələr bizə daha da stimul verir ki, biz istehsal sahələrimizi daha da artıraq. Və onu da qeyd etmək istəyirəm ki, ən böyük qürur verici amil odur ki, Qarabağımızda olan bütün projələrin hamısında bizim imzamız var öz məhsullarımızla və Cənab Prezidentimizin yürütdüyü qeyri-neft sektorunun inkişafında azacıq da olsa bizim də balaca töhfəmizin olması bizi çox sevindirir. Ona görə bir daha hamını təbrik edirəm. Hamının gələcəyi uğurlu olsun, işlərinizdə sizə müvəffəqiyyətlər arzulayıram. Sağ olun. Biz də sizin işinizdə uğurlar diliyirik. Təbrik edirik. Ramil Qurbanov, bir daha təbriklər. Dostlar, davam edirik. Ağdam və mən layihəsi ATV telekanalında yayımlanan sənədli publisistik filmlər silsiləsidir. Bu layihə ölkədə son 4 il ərzində davamlı və sistemli şəkildə hazırlanmış yeganə post-müharibə layihəsi sayılır və bu filmlər silsiləsi Ağdamın Qarabağ müharibəsi zamanı və işğal zamanı və işğaldan azad olunandan sonraki dövrdən bəhs edir. Bu layihə Ağdamın tarixi, mədəni irsi, sosial-iqtisadi vəziyyəti və sakinlərinin keçmişi ilə bağlı hekayələri ekranlaşdırır. Layihənin müəllifi, əməkdar jurnalist Səadət Məmmədova buyursun hal-hazırda səhnəmizə. ATV rəhbərinin informasiya yayımı üzrə müşaviridir və Mətbuat Şurası sədrinin müavinidir. Təbrik edirik sizi Səadət xanım. Buyurun, bilirəm deyəcək sözləriniz var. Salam, axşamınız xeyir olsun. Bu cür layihələr adətən kütləvi tamaşaçının marağını cəlb eləmir. İçinizdə hətta bəlkə məlumatsız olanlar da var. Spesifik auditoriya üçündür belə layihələr. Ağdam və mən 4 ildir yayımlanan teleməkanda yeganə postmuharibə layihəsidir və Ağdamın işğala qədərki işğal dövründə və işğaldan azad olunan sonraki dövrlərindən bəhs eləyir. Ümumiyyətlə, belə başa düşürəm ki, burada əksəriyyət biznes sahəsinin təmsilçiləridir və siz hamınız yaxşı bilirsiniz ki, kommersiya strukturlarının bu cür layihələrə yatırım etməsi əslində bir iqtisadi fədakarlıqdır və Ağdam və mən eyni zamanda bizdə Qarabağ salnaməsi, yadındamı və daha bir neçə layihə var ki, Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının araşdırılmasına həsr olunub. Bu, Xankəndi ilə bağlı ayrıca bir layihəmiz var. Vətən müharibəsindən və terror əməliyyatından sonra Azərbaycan igidlərinin qəhrəmanlıqlarından bəhs eləyən çox gözəl sənədli filmlərimiz var. Yəni, mənim ATV-də birlikdə çalışdığım həmkarlarım bu layihələrin üzərində işləyirlər. Mən bugün Ağdam və mən layihəsinin təltif olunmasını həm də onların hamısının birlikdə əməyinə verilən qiymət kimi qəbul eləyirəm, anlayıram, təşkilatçılara təşəkkür eləyirəm və eyni zamanda ATV kanalına təşəkkür eləyirəm ki, belə bir layihələrə himayədarlıq eləyir. Bu layihələr ATV kanalının Azərbaycan yayımçılıq tarixində bir mənəvi yatırımıdır və bir vətən borcudur. Təşəkkür eləyirəm sizə, bizim zəhmətimizi qiymətləndirdiyinizə görə çox sağ olun. Siz də çox sağ olun. Səadət Məmmədova və 25 ildən çoxdur ki, mediada olan bir şəxsdir. Növbəti mükafatı alan International Science and Technology University'nin rektoru Professor Dr. Eldar Dursun və rektor müşaviri Bəxtiyar Nəcəfova alqışlarınızla dəvət edirik səhnəmizə. Buyursunlar. Professor Eldar Dursun və rektor müşaviri Bəxtiyar Nəcəfov təbrik edirik.
kalan herkesi öncelikle yürekten kutluyorum. Bu güzel organizasyona emeği geçen herkese teşekkür ediyorum. Kardeş ülke Azerbaycan'da beraber olmaktan, birlikte olmaktan, bu güzel programı paylaşmaktan büyük onur ve gurur duyuyoruz. Biz International Science and Technology University olarak dünyanın her yerinde birçok coğrafyada yüksek öğretim faaliyeti yürütüyoruz. Ama bunların içinde bizim için en özel olan coğrafya Azerbaycan coğrafyası. Özellikle iş dünyasından, zamandan ve mekandan bağımsız olarak yüksek öğretim hizmeti, üniversite eğitimi almak isteyen herkesi üniversitemize davet ediyoruz. Ayrıca bu program bizim için de ciddi bir motivasyon, ciddi bir lokomotif etkisi yarattı. Çünkü aynı atmosferde çok değerli bilim, sanat ve diğer alanlardan tanınmış, Azerbaycan tarihine önem vermiş, katkılarda bulunmuş birçok insanla aynı atmosferi paylaşıyoruz. Uluslararası bir kurum olarak bu bizim için çok büyük bir onur, gurur. Herkese teşekkür ediyorum. Biz size teşekkür edirik. Bu da sizin mükafat. Simurg 2024 mükafatını alır. International Science and Technology University. Uğurlar size. Emil Şahbazovu alqışlarınızla dəvət edirik. EFLA Group Təhsil Mərkəzinin direktoru, fəlsəfə üzrə elmlər doktoru. Təbrik edirik. Müəllim buyursun. Hər vaxtınız xeyir olsun. Çox sağ olun. Təşəkkür edirəm. Artıq bu ikinci dəfədir ki, Fortuna Media tərəfindən biz bu mükafata layiq görülürük. Mən şəxsən Akşin bəyə, onun kollektivinə dərin təşəkkür edirəm. Bizim fəaliyyətimizi izlədiklərinə görə və bizə bu mükafatı verdiklərinə görə. Təşəkkür edirəm. Biz də sizə təşəkkür edirik Emil bəy. Teşekkür ederim. EFLA Group, Emil Şahbazov. Təbriklər və işlərinizdə, fəaliyyətinizdə uğurlar. Növbədə Sveji markasının rəhbəri, iş adamı Amil Hüseynov və Gültəkin Vəliyeva dəvət olunur. Buyurun. Amil bəy və Gültəkin xanım təbrik edirik. Salam, axşamınız xeyir. Bütün qalibləri təbrik edirəm. Bu gözəl tədbirin təşkilatçılarına da özlərinin təşəkkürümü bildirirəm. Əməyi keçən hər kəsə sağ ol deyirəm. Mən bu qədər. Davamı Gültəkin xanım gətirdi. Salam, hər kəsi salamlayıram ilk öncə. Və bizi bura dəvət edən təşkilatçılar, başda Akşin bəy olmaqla təşəkkürümü bildirirəm. Və mükafatlanan hər bir kəsi təbrik edirəm. Özümüz də içində daxil olmaqla. Hər kəsə uğurlar arzu edirəm. Çox sağ olun. Biz də sizə fəaliyyətinizdə uğurlar arzuluyuruq. Bu da sizin mükafatınız. Təbriklər və uğurlar sizə. Bəli, deyildiyi kimi bu mükafatlandırma gecəsində müxtəlif sahələrdən uğurlu insanlar, iş adamları, incəsənət adamları və əlxüsus da idman sahəsində uğur, nailiyyət əldə edən insanlar var. Sevə-sevə, məmnuniyyətlə Azərbaycan Powerlifting yığma komandasının üzvü, Powerlifting idman növü üzrə çox qat dünya və Avropa çempionu, Dünya Kubokunun qalibi, idman ustası, dünya və Avropa rekordçusu İlkin Namazov. Təbrik edirik İlkin bəy. Təbriklər. Axşamınız xeyirli olsun.
təbrik edirəm hər bir kəsi və hər kəsə gələcək işlərində uğurlar arzu edirəm. Təşkilatçılara da öz adımdan təşəkkür edirəm. Çox sağ olun. Siz sağ olun. Simurg 2024 mükafatı sizindir. Dent Klinik MMC-nin rəhbəri Doktor Türkan Cəfərli dəvət olunur. Buyurun Türkan xanım. Bəli. Növbəti mükafat Dent Klinikindir. Buyurun. Salamlayıram hər kəsi. Təşəkkür edirəm dəvət üçün. Dent Klinik MMC-nin həkimi olaraq nominasiya alan bütün hər kəsi təbrik edirəm. Bu qədər uğurlar işlərində. Teşekkür ederim. Bu da sizin mükafatınız. Teşekkürler. Ve bu anda hatırladım. Simurg 2024 mükafatı ile beraber her bir mükafat alan değerli şəxsə sponsorlarımız, dəstəkçilərimiz tərəfindən hədiyələr təqdim olunur. Kriusis Az şirkətinin rəhbəri Azər Quliyev gəlsin səhnəmizə. Azər Quliyev buyursun səhnəmizə. Təbrik edirik. Herkesi salamlayıram. Bizim işimiz sizin həyatınıza az da olsa xoşbəxt anları əlavə etməkdir. Dünya üzrə üzən gəmilər, kruizlərlə məşğuluq. Hər kəsi günün birində dəniz səyahətində bugün keçirdiyiniz yaxta kimi və ondan daha yaxşıları ilə həyatınıza daha gözəl bir an əlavə eləməyinizi arzu edirəm. Təşkilatçılara təşəkkür edirəm dərindən və hər iş adamına da bol uğurlar. Təşəkkürlər. Kruizi Saza teşekkürler. Azər Quliyev'e teşekkürler, uğurlar. Bu da sizin mükafat. Bir şekilde çektireyim. Uğurlar, uğurlar. Azər Quliyev, təbrik edirik. Növbəti mükafatçı Nuray Consulting şirkətinin təsisçisi və rəhbəri Hümmət Əliyev buyursun. Alqışlarınızla. Hümmət bəy, təbrik edirik sizi də. Buyurun. Hər birinizi salamlayıram. Hər kəsə xoş gəldin deyirəm və bu layihənin təşkilatçılarına, əziyyəti keçən hər bir şəxsə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdaram. Təbrik edirik Hümmət bəy. Hər biriniz bizim üçün dəyərlisiniz. Hümmət Əliyev, Nuray Consulting şirkətinin təsisçisi və rəhbəri. Uğurlar olsun işlərinizdə. Bu arada hər cür şərait yaradılıb bütün qonaqlar üçün, dəyərli insanlar üçün, hər kəs üçün və çox gözəl kokteyllər var burada yeri gəlmişkən. Dada bilərsiniz bu gözəl təamlardan. Və birazdan çox maraqlı bir musiqi nömrəsi olacaq burada. Dostlar, heç kim heç yerə getməsin. İrəlidə gözəl musiqi nömrələri, maraqlı şou, hətta proqramlar sizi gözləyir. Hər biriniz inanırıq ki, məmnunsuz və gözəl bir gecə davam edir. Növbədə isə, GS Group MMC-nin təsisçi direktoru Cəlal Omarovu dəvət edirik. Alqışlarınızla. Alqışlayırıq. Simurg 2024 mükafatına layiq görülürsünüz. Təbrik edirik. Çox sağ olun. Təşkilatçılara və iştirakçılara hər birindən uğurlar arzulayıram. Təşəkkür edirəm. Buyurun, bu da sizin mükafatınız.
Təşəkkür edirik. Cəlal bəy, uğurlar arzuluruq sizə. Hər bir anı fotoqraflarımız, videoqraflarımız lentə alır. Bu bir tarixdir və tarixdə də qalsın. Simurq 2024 mükafatını alan növbəti iş adamı və növbəti iş adamı Xanoğlan Ramazanova alqışlarınızla dəvət edirik. Qanun Mühasibatlıq Xidmətləri MMC, Hanoğlu Baklava və Lokum mağazası, Şəki Agro MMC-nin təsisçi və direktoru. Çox təəssüf ki, burada yoxdur, mənə verildilər indi məlumatı. Növbədə isə Naxçıvanlı iş adamı, inşallah ki buradadır, Marka Ladies yataqxanasının, qızlar yataqxanasının rəhbəri Firuzə Sadıqovanı dəvət edirik. Alqışlarınızla. Buyursun Firuzə xanım. Simurq 2024 mükafatına layiq görülür. Firuzə Sadıqova, işinizdə uğurlar olsun, təbriklər. Təbrik edirəm tədbir iştirakçılarının hamısını. Çox sağ olun, təşəkkür edirəm hər birinizə. Sağ olun. Siz də sağ olun, təşəkkür edirik. Firuzə xanım. Siz sağ olun, təşəkkür edirik Firuzə xanım. Dostlar, davam edirik. Azərbaycan Televiziyası Mədəniyyət Telekanalının direktor müavini, prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyevi səhnəyə dəvət edirik. Alqışlarınızla buyursun. Təbrik edirik Bəhruz bəy. Təşəkkür edirəm. Hər bir mükafat əslində il ərzində gördüyün işlərin nəticəsini ortaya qoyur. Əgər bugün Mədəniyyət kanalı fərqlənirsə, bugün o kanalın simalarından biri olaraq mən bura dəvət alıramsa və bu gözəl mükafata layiq görülürəmsə, deməli faydalı olub bizim fəaliyyətimiz. Biz tədbirin əvvəlində 2-ci Qarabağ savaşı və antiterror tədbirlərində şəhid olanları andıq, amma mən düşünürəm ki, bu mükafatı bütün şəhidlərimizə azadlıq uğrunda, suverenliyimiz uğrunda canından, qanından keçən, unutmayaq ki, 2-ci Qarabağ savaşında qalib gələnlər 1-ci Qarabağ savaşında şəhid olanların övladları idi həm də. Bu mənada biz bugün azadıqsa, suveren isə, biz bugün bütövüksə onlara borcluyuq və mən bu mükafatı hər zaman olduğu kimi şəhidlərimizə ithaf edirəm. Tezliklə Qərbi Azərbaycanda belə gözəl mərasimlər, tədbirlər təşkil edək. Tezliklə ünümüz, əlimiz Zəngəzura çatsın. Çünki elə istəyimiz, arzumuz da budur. Minnətdaram hər birinizə və hər kəsi təbrik edirəm. Biz də təbrik edirik və bildiyimizə görə siz həm də nitq təmsilçisiniz, təlimçisiniz, üzr istəyirəm. Demişsiniz ki, danışa bilmək gözəldir, gözəl danışmaq isə uğurların açardır. İnanırıq ki, mən də bir aparıcı kimi burada işimin ötəsindən gəlirəm. Əlasız, gözəlsiz, çox qəşəng də icra edirsiniz, amma fotoqraf deyil, fotoqrafdır. Minnətdaram, təşəkkür. Təşəkkür edirik. Uğurlar arzuluyor. Bəhruz Niftəliyev, təşəkkürlər. Və növbədə Nifertum Parfüm markasının rəhbəri Fərid Quluzadəni dəvət edirik. Buyursun. Fərid Quluzadə, təbrik edirik sizi. Zalda olan hər kəsə işlərində uğurlar arzulayıram. Həm sahibkarlara, həm işçi heyətə, həm də təşkilatçılara. Biz adı üstündə Nefertum Parfüm olaraq buradayıq. Nefertum Parfüm yoldaş məlumat verdi, çox başınızı ağrıtmaq istəmirəm. Ümumilikdə korporativ əməkdaşlıqların hər birinin açığı. Fikirləşə bilərsiniz ki, bəlkə də sahələrimiz fərqlidir, lakin biz müxtəlif istiqamətlərdə, müxtəlif şirkətlərlə əməkdaşlıqlar edirik və burada da stendimiz var. Stendə yaxınlaşa bilərsiniz, baxa bilərsiniz, məhsullarımızla tanış ola bilərsiniz. Çox sağ olun.
İşinizdə uğurlar. Bu da sizin mükafat. GS Group MMC-nin təchizat və planlama şöbəsinin müdürü, İnşaat eksperti Vüqar İsmailovu dəvət edirik. Alqışlarınızla. Vüqar bəy buyursun. Vüqar bəy təbrik edirik. Təşəkkür edirəm, minnətdaram təşkilatçılara məni də bu mükafata layiq gördükləri üçün. Bu il uğurlarımız maşallah arda-arda gəlir. Sağ olun, təşəkkür edirəm. Təşkilatçılara minnətdarımı bildirirəm. Çox sağ olun. Siz sağ olun, təşəkkür edirik. Minnətdarıq, uğurlar sizə. Alioğlu Media Qrupun rəhbəri, rejissor Amil Alini dəvət edirik səhnəyə. Alqışlarınızla. Buyursun. Bir anlıq fikirləşdim ki, burada deyilsiniz. Təbrik edirik. Çox sağ olun, təşəkkür edirəm. Bütün mükafat alan hər bir kəsi təşəkkür edirəm, uğurlar arzu edirəm. Hər kəsə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Hər şeydən öncə Allah bütün şəhidlərimizə, rəhmət eləsin, qazilərimizə can sağ olun. Təşəkkür edirəm. Təşəkkür edirik biz də sizə. Növbədə Beynəlxalq Təhsil Mərkəzinin qurucusu, direktoru və təhsil mütəxəssisi Ramal Şəmşədlini dəvət edirik. Alqışlarınızla. Televiziya kanallarında kifayət qədər görmüşük. Onun çıxışlarını təbrik edirik sizi. Çox sağ olun deyirəm. Mən də hər kəsə təşəkkür edirəm. Bütün qonaqları salamlayıram. Düşünürəm ki, ən gözəl mükafat, ən böyük mükafat insanı özünü mükafatlandırmasıdır. Və bu şəraiti bizə yaratdığı üçün mən də Akşin bəy özlərinin təşəkkürümü bildirirəm. Mən Ramal Şəmşədli Beynəlxalq Təhsil Mərkəzinin təsisi və direktoruyam. Biz 8 ildən artıq fəaliyyət göstəririk. Hər il yüzlərlə tələbələri biz xarici ölkələrə göndəririk. Həm magistr, həm bakalavr, həm doktorantura, əyani qiyabi magistratura, Amerika, Avropa ölkələri, Türkiyə. Bütün ölkələrə biz tələbə göndəririk. Bu sahədə təbii ki, kimə nə xidmət lazım olsa, biz hər zaman sizin xidmətinizdəyik. Bir daha təşəkkür edirəm və hər kəsə uğurlar arzulayıram. Biz də uğurları sizə diləyirik və bir şəkildə çəkdirək. Əhməd bəy buyursun. Art Group Design Simurg 2024 mükafatına layiq görülür. Təbrik edirik. Axşamınız xeyir olsun, dəyərli dostlar. Hər birinizi salamlayıram. Bugünkü tədbir çox möhtəbər bir tədbirdir. Mən bununla bağlı Akşin müəllimə dərin təşəkkürümü bildirirəm. Burada əziyyət çəkən, bu tədbiri təşkil edən şəxslərə hamısına təşəkkürümü bildirirəm və xoş arzular arzulayıram. Minnətdarım, sağ olun. Biz də sizə təşəkkür edirik. Bu da sizin mükafatınız. Bəli, müxtəlif sahələrdə uğur əldə edən, çalışan, əmək sərf edən şəxslər bugün mükafatı qazanır və növbədə əlbəttə həkimsiz olmaz. Elə ki, sağlamlığımız yerində olmur, üst tuturuq hara? Əlbəttə ki, həkimlərə. Doktor Samir Hacıbabayev, ümumi cərrah, buyursun səhnəmizə. Təbrik edirik. Samir həkim. Buyurun. Təbriklər. Hamınızı salamlayıram. Çox şadam ki, bugünkü tədbirdə də mən də iştirak edirəm. Bizim ölkəmizin görkəmli şəxsiyyətlərin arasında, öndə olan iş adamlarının arasında. Həm də Akşin müəllimə xüsusi minnətdarlıq bildirmək istəyirəm onun ekibinə.
hər il bu Simurq mükafatlandırma tədbirini aparır. Ümumiyyətlə Akşin müəllimin fəaliyyətləri çox belə təqdirə layiqdir. Eyni zamanda bu Simurq adı da çox belə əfsanəvi quşdur. Mən həmişə fikirləşirəm ki, bu insan nə qədər deyək ki, yıxılsa da, əyilib məcburən insan öz yolundan çıxarılsa da, amma yenə insan öz yolunu davam eləməlidir. Öz məqsədlərinə doğru, öz arzularına doğru getməlidir. Bizim iş adamlarının burada olması, bu mən fikirləşirəm ki, nəinki Qafqaz regionu üçün, həm də yeni formalaşan pan-region deyilən bir anlayış bu yaxınlarda gələcək. Ölkəmizin də bunun mərkəzində olmasını arzu edirəm və bizim iş adamlarının da bu pan-regionda ön pozisiyalarda olmasını arzu edirəm. Çox sağ olun. Minnətdaram. Biz sizə təşəkkür edirik. Mükafatı almadan hara gedirsiniz həkimimiz? Mükafat sizindir. Təbrik edirik. Və bir şəkildə alqışlarla yola salırıq Samir həkimi. Nə yaxşı ki, bizim ölkəmizdə xeyriyyətçi iş adamları da var və onlardan biri Hidran şirkətinin rəhbəri Tərlan Zeynalovdur. Alqışlarınızla Tərlan bəyi səhnəyə dəvət etmək istəyirik. Buyursun Tərlan bəy. Sağ olun, hamıda təşəkkür edirəm. Qubadan sizi salamlayıram. İş həyatımızda uğurlarımıza görə cənab prezidentimizə öz təşəkkürümüzü bildirirəm. Sağ olun, var olun. Təbrik edirik Tərlan bəy. Uğurlar arzulayırıq. Villa Construction MMC təmir tikinti şirkətinin rəhbəri İbrahim Şıxəliyevi dəvət edirik səhnəyə. Buyursun İbrahim bəy. Bəli, müxtəlif sahələrdən işgüzar insanlar, şəxslər mükafatı qazanır. İbrahim Şıxəliyev, sizi təbrik edirik. Çox sağ olun, minnətdaram. Burada əyləşən bütün uğurlu iş adamlarını təbrik edirəm və təbii ki, bizim hamımıza, iş adamlarına, sahibkarlara dəstək verən dövlət başçımıza, cənab İlham Əliyevə təşəkkür edirəm. Hamısı onun siyasətin sayəsində. Çox sağ olun, minnətdaram. Siz də sağ olun. Bu da sizin mükafatınız. Təbrik edirik. İşlərinizdə uğurlar İbrahim bəy. Villa Construction MMC təmir tikinti şirkəti. Və dostlar, düşünürük ki, musiqi fasiləsi olsun növbədə, amma çox rica edirik hər kəsdən heç kim zalı tərk etməsin. Hələ mükafatlandırma gecəmiz və təbii ki, bu mükafatı qazanan şəxslər var. Çox rica edirik, hər kəs əyləşsin və növbədə isə bura bir coşku gəlsinmi dostlar? Alqışlarınızdan bunu hiss edəcəm. Alqışlarınızdan hiss etmək istəyirəm. Sevə-sevə hər bir məclisdə onların yeri xüsusilə seçilir. Və hal-hazırda Miss Band qrupu gəlir. Alqışlayaq.
alqışlayaq Miss Band qrupu. Uğurlar qızlar, uğurlar sizə. Hər birinizi alqışlarla yola salırıq, təşəkkürümüzü bildiririk. Dostlar, xanımlar və cənablar, Simurq 2024 mükafatlandırma mərasimi davam edir. Bu arada qeyd edim ki, bizim gözəl foto güşəmiz var. Hər biriniz həm mükafatlarla bərabər, həm də dostlarla, yaxınlarla bərabər burada gözəl lövhənin qarşısında şəkillər çəkdirə bilərsiniz. Və əlbəttə ki, gözəl kokteyllər hazırlayıblar sizin üçün. Onlardan da dadmaq mümkündür. Və tədbirimiz, mükafatlandırma gecəmiz davam edir və növbədə Esmeralda Gəncəli şairəmizi dəvət edirik alqışlarınızla. Esmeralda Gəncəli Simurq mükafatını qazanır. Təbrik edirik. Xoş gördük hamınızı. Bütün qonaqlar salamlayıram. Mən şairə bədii qiraətçi aparıcı, əməkdar jurnalist Esmeralda Gəncəliyəm. Bugün mənim üçün doğrudan da önəmli və gözəl bir gündür. Mən də Azərbaycanımızda, vətənimizdə keçirilən bu möhtəşəm gecədə iştirak edirəm və Simurq mükafatına layiq görürəm. Mən başda mənim dəyərli rəfiqəm, sənətinə, şəxsiyyətinə, xanımlığına çox hörmət elədiyim dəyərlim Şəfəq xanıma təşəkkürümü bildirirəm. Mənim həmkar dostum, İllərin peşəkar aparıcısı, televiziya işçisi Akşin müəllimə təşəkkürümü bildirirəm. Həmçinin bir şey deyim, gözəl insan mənim həmkarım. Bugün həm də mənim rəfiqəm Şəfəq xanımın ad gündür. Mən də bir şairə xanım olaraq onu təbrik edirəm. Arzum budur ki, ucalsın, dünyanın xoşbəxtliyini görsün, sonra qocalsın. Və demək istəyirəm ki, yaşasın Azərbaycanımız, yaşasın vətənimiz, yaşasın xalqımız, yaşasın dəmir yumruqlu cənab prezidentimiz. Şəhidlər ölməz, vətən bölünməz. Qarabağ Azərbaycandır, canımız Qarabağımıza qurbandır, mənim vətənimin dəyərli insanları. Boş yer axmadı şəhidlər qanı, müstəqil elədi Azərbaycanı. Artıq uzaq deyil, çox yaxındadır bizim vətənimizin xoş güzaranı. Erməni dığası döydü gözünü, vaxt gəldi Azərbaycan xalqı dedi sözünü. Vətənimin dəmir yumruğu dedi sözünü, bax yolumuzu gözləyir. Qarabağımız üst tutur bizə, gedək qoruyaq Qarabağımızı, Azərbaycan xalqı, qurbanam sizə. Çox sağ olun, mən də bu ödülü başda şəhid ailələri olmaqla, qazi ailələrimiz olmaqla, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən hər zaman gözəl insan demişəm ki, mən xalqıma 7-24 nə qədər canımda can var, xalqıma xidmət göstərəcəm və bu ödülü alıram və deyirəm ki, hər şey vətən üçün. Bayramınız mübarək olsun. Çox sağ olun. Növbədə isə həkim terapevt Ləman Şəfizadə buyursun səhnəyə. Simurq 2024 mükafatına layiq görülür Ləman Şəfizadə. Təbrik edirik. Axşamınız xeyir olsun. Təşəkkürlərimi bildirirəm bu mükafata layiq gördüyünüz üçün. Tədbir çox möhtəşəmdir. Təşkilatçılara təşəkkürümü bildirirəm. Gələn qonaqların hər birini təbrik edirəm bu ödül münasibətilə. Çox sağ olun. Siz də sağ olun. Maftun İsmayılov'u dəvət edirik. Alqışlarınızla Education Support Service Beynəlxalq Əlaqələr üzrə şöbə müdiri. Təbrik edirik sizi də. Buyurun. Hamını təbrik edirəm. İlk növbədə 12 ildir ki, biz Education Support Service olaraq bazarda xidmət göstəririk və bütün valideynlərə səslənirəm. Əgər sizin üçün də evladınızın xaricdə təhsil olması önəmlidirsə, əgər siz də bu sahədə peşəkarlara müraciət etmək istəyirsinizsə, hər zaman sizi şirkətimizdə gözləyirik. Təşəkkür edirəm. Təbrik edirik sizi. Və növbədə daha bir xanımı dəvət edirik.
Qare İnşaat Bay Günel Əlizadə. Bu şirkətin direktoru Günel Əlizadəni ilə dəvət edirik alqışlarınızla. Günel xanım buyursun. Günel Əlizadə buyursun səhnəyə, amma yoxdur mənə verilən məlumata görə. İnşaat mütəxəssisi, geoloq Ayşən Abdullayevanı dəvət edirik. Təbrik eləmək üçün və mükafatı təqdim etmək üçün. Buyursun. Ayşən Abdullayeva, buradasınız. Gəlin, gəlin səhnəyə. Axşamınız xeyir olsun. Təşəkkür edirəm dəvət üçün, bu mükafat üçün. Mükafat alanlar sırasında dostları gördük, çox xoş oldu. Onları da təbrik edirəm. Onların simasında digər mükafat alanların hər birini təbrik edirəm. Çox sağ olun, təşəkkür edirəm sizə də. Təbrik edirik. Ayşən Abdullayeva. Terapevt, plazma ferez mütəxəssisi Doktor Şəbnəm Əhmədova buyursun səhnəyə. Doktor Şəbnəm Əhmədova, buradasınızmı? Səs gəlmədi. Onda növbəti mükafat alan şəxsə davam edək. Şaiq Əliyev, əmlakçı Az Daşınmaz Əmlak portalının rəhbəri, əmlak üzrə mütəxəssis. Şaiq Əliyev, bəli, sizi tanıdım. Telekanalların birində görmüşəm, təbrik edirəm sizi. Yaxşı efir aparırsınız, maraqlı aparırsınız, təbriklər. Mən də burada iştirak etdiyimə görə başda Akşin bəy olmaqla bu tədbirin təşkil olunmasında bütün əməyi keçənlərə təşəkkürümü bildirirəm. Bura toplaşan, yığışan insanların hər birinə gələcək işlərində daha da uğurlar arzulayıram. O qədər pul qazansınlar ki, və sonda işləri bizə düşsün ki, pulları hara yatırsınlar. Çox sağ olun, təşəkkür ederim. Şaiq bəy, uğurlar sizə, təşəkkürlər. Oreka MMC şirkətinin təsisçi və direktoru layiq görülür mükafata. Daşqın İbişov, buyursun. Daşqın bəy, təbrik edirik sizi də, buyurun. Axşamınız xeyir. İlk öncə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, Azərbaycan biznes sahəsində belə imkanlar yaradır və bu işi bilənlər, bacaranlar bu günlərim belə bir səhnəyə və mükafat üçün çıxa bilirlər. Şirkətimiz 12 ildə Azərbaycan bazarındadır və dünyanın 7 tanınmış brendini Azərbaycanda gigiyena sahə üzrə distribusiya edirlər. 2 filialın Azərbaycanın bütün nöqtələrində öz məhsullarımızı çatdırıq. Bu gün də biz səhnəyə bizi layiq bilən təşkilatçılara dərin minnətdarlığımızı bildiririk. Sağ olun. Siz də sağ olun, təbrik edirik sizi. Uğurlar işlərinizdə. Növbədə Fuad bəy dəvət edəcəyik. Fuad Alısoy iş adamı və Alısoy mebelinin rəhbəri və maraqlı bir devizləri var. Məmnuniyyətiniz uğurumuzdur deyir. Uğurlar sizə. Fuad bəy, gəlin bura. Təbrik edirik sizi. Hər birinizi salamlayıram. Hər birinizi də təbrik edirəm. Bu yüksək nailiyyətlərinizlə bol uğurlar olsun hər birinizə. Alısoy Mebel olaraq bu işi qurduq. Bugünkü gündə də həqiqətən şüarımıza uyğun olaraq sizin məmnuniyyətinizi qazanmaq bizim uğurumuzdur. Hər birinizi dəvət edirəm ki, tanış olasınız və bu gözəllikləri evinizə gətirəsiniz. Təşəkkür edirəm.
və növbədə Kral Layihə və Dizayn Mərkəzi direktor, mühəndis, konstruktor Elnur Bayramov buyursun əsas səhnəyə. Elnur Bayramov, təbrik edirik. Çox sağ olun. Mən də bu səhnədən Kral Layihə və Dizayn Mərkəzini təmsil etdiyim üçün çox şadam. Hər kəsə diqqətinə görə təşəkkür edirəm. Sağ olun. Təbrik edirik Elnur bəy, Kral Layihə və Dizayn Mərkəzinin direktoru. Təşəkkürlər. Storm Engineering MMC-nin direktoru Mustafa Sərdarovu dəvət edirik səhnəmizə. Buyurun Mustafa bəy, Simurg 2024 mükafatı sizindir. Uğurlar sizə. Təşəkkür edirəm, hamını salamlayıram. Mən Mustafa Sərdarov, Storm Engineering şirkətinin rəhbəriyəm. Bizim şirkət inspeksiya və laboratoriya xidmətləri göstərməkdədir. Çox təşəkkür edirəm, sağ olun. Biz də təşəkkür edirik sizə, Mustafa bəy. May VMR Uniform şirkətinin direktoru Vüsal Abbasovu dəvət edirik səhnəyə. Vüsal Abbasov, buyurun. Çox sağ olun. Hər kəs salamlayıram. Axşamınız xeyir olsun. Bizi də bu layiqdə gördüyünüz üçün Akşin bəyə minnətdaram. May VMR olaraq Azərbaycanın nömrə 1 uniforması. İşçilərinizi keyfiyyətli geyindirmək istəyirsinizsə, VMR-dən geyindirin. Uniforma sahəsində bütün növ uniformaların satışı Azərbaycanın nömrə 1 dükanı VMR Tekstil. Sizə işinizdə uğurlar arzulayırıq. Vüsal bəy. Sağlamlıq mütəxəssisi, eyni zamanda təlimçi Mətanət İsmail qızı buyursun. Mətanət xanım, gəlirsiniz, gəlin. Əziz qonaqlar, tədbir iştirakçıları, hər birinizi salamlayıram. Xoş gəlmisiniz. Mən əlavə qida üzrə mütəxəssisəm. Neçə illərdə TS korporasiyasında çalışıram və bir çox pasientlərə sağlamlıq bəxş etmişəm. Bizim məhsullar çox keyfiyyətlidir və insanları hüceyrə səviyyəsində sağaldır və masalarda bukletlər paylanılacaq. Əgər əlavə suallarınız olsa məni ünvanlaya bilərsiniz. Və hamınıza uğurlar arzulayıram və xoş gəldin deyirəm bir daha. Siz də çox sağ olun, təşəkkür edirik. Buyurun, bu da sizin mükafatınız. Təşəkkür edirik, uğurlar arzuluruq işlərinizdə Mətanət xanım və daha bir xanımı bura dəvət edirik. O da bir iş xanımıdır. Lore Kids uşaq bağçasının rəhbəri Ülkər Əzizova. Buyursun Ülkər xanım. Bəli dostlar, Simurg 2024 mükafatlandırma gecəsində daha bir xanım, daha bir iş adamı, iş xanımı bax bu mükafatı alır. Ülkər Əzizovanı alqışlayaq. Əvvəla axşamınız xeyir olsun, xanımlar və cənablar. Hər kəsi salamlayıram. Hər kəsə bu mükafat, Simurg mükafatına layiq olduğu üçün hər kəsi təbrik edirəm. Və Simurg mükafat layiqəti olaraq məni layiq gördüyünüz üçün sizlərə təşəkkür edirəm. Hal-hazırda
Lore Kids bağçasının rəhbəri olaraq bütün gənclərə, bütün uşaqlara uğurlu gələcək arzulayıram. Bizim bir sloganımız var. Uğurlu gələcək bizimlə gələcək. Təbrik edirik sizi. Ülker xanım, bu da sizin mükafatınız. Bəli, təşəkkür edirik və uğurlar arzuluyoruz. Doğrudan da uşaqlarımızın yaxşı bağçada tədris alması, təhsil alması, böyüməsi çox önəmlidir. Uğurlar işlərinizdə. Adaliya PR və Media şirkətinin rəhbəri, Beynəlxalq Qadın Jurnalının baş redaktoru, yəni Adaliyadan söhbət gedir. Dilşad Musa buyursun, artıq buradadır. Dilşad xanım, təbrik edirik sizi. Çox sağ olun, təşəkkür edirəm. Hər kəsi salamlayıram. Mükafata görə də mən sizə xüsusi təşəkkür edirəm. Hər zaman mən özümü sümük quşuna bənzədirdim. Küllərindən doğan bir quş kimi. Və bu mükafat da mənə elə gəlir ki, heç təsadüfi olmadı və daha gözəl işlərin, daha uğurlu işlərin ərsəyə gətirməsi üçün mənə bir stimul verəcək. Bir daha təşəkkür edirəm və hər kəsi də təbrik edirəm. Sağ olun. Dilşad xanım, biz də sizi ürəkdən təbrik edirik. Bu da sizin mükafat. Nə gözəl, bu sahədə də artıq xanımlar çoxalır. İnteryer, eksteryer və rəssam Səbinə Rüstəmova gəlsin səhnəmizə. Buyurun Səbinə xanım. Bugün hər sahədə xanımlarımızı görmək olar, həm də uğurlu xanımlarımızı. Buyurun. Təşəkkür edirəm hər kəsə. Təbrik edirəm. Bütün ödül alanların hamısını təbrik edirəm. Başda Akşin bəy olmaqla bu gözəl tədbiri təşkil etməkdə hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdaram. Biz də sizə təşəkkür edirik. Buyurun Səbinə xanıma. Alqışlayaq Səbinə xanımı. Və biraz əvvəl mən qeyd elədim, media dəstəyi bunlar çox önəmlidir və bugün bizimlə bərabər olan Son Xəbər və Big Az saytının rəhbəri, Qeyri-Hökumət Təşkilatları İctimai Birliyinin sədri Emil Əkbərova da təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, bizimləsiz Emil bəy. Təbrik edirik. Salamlayıram əvvəla hər kəsi. Hər kəs ödül alanları təbrik edirəm ürəkdən. Çox sağ olun. Akşin bəyə təşəkkürümü bildirirəm. Uğurlarım bol olsun. Bir daha ödül alanları təbrik edirəm. Çox sağ olun. Siz də çox sağ olun ki, bizimləsiz. Çox sağ olun. Uğurlar sizə Emil bəy. Epo Home by Akiyab İnşaat Malları Sərgi və Satış Mərkəzinin rəhbəri Şirin Şərifov. Çox təəssüf ki, burada iştirak eləmirəm, amma onu da təbrik edirik. Növbədə, əlbəttə ki, psixoloji məsələlər insanda çox önəmlidir və yaxşı psixoloq bugün çox önəmlidir. Şəfəq Ağayevanı alqışlarınızla dəvət edirik. Şəfəq xanım buyursun, psixoloqumuz. Təbrik edirik. Salam. Təşəkkür edirəm bugünkü dəvətiniz üçün. Mən Rusiya, Türkiyə, Azərbaycan territoriyasında bir yerlərdə olmuşam. Öz xalqıma sağlamlıq arzulayıram. Sağlam bədəndə sağlam ruh. Bugünkü günü bizi bura dəvət edən kompaniyaya təşəkkürümü bildirirəm. Və bunu aparıcılar üçün də minnətdarlığımı bildirirəm və çox sağ olun dəvətiniz üçün. Minnətdaram. Biz də sizə minnətdarıq. Buyurun, bu da sizin mükafat. Erto Lighting şirkətinin direktoru Nəimi Kərimov buyursun. Nəimi Kərimov
Təbrik edirik sizi. Hər birinizin axşamı xeyirli olsun. Hər kəsə uğurlar. Günün olsun, bundan da yüksəklərə qalxasınız. Sağ olun. Buyurun, bu da sizin mükafatınız. Erto Lighting şirkətinin direktoru, uğurlar fəaliyyətinizdə Fidanə Aliyevanı dəvət edirik. Finance and Accounting MMC-nin təsisçisi. Səhnəyə isə Şərif Sabirli dəvət olunur. Təbrik edirik. Əvvəla hamını salamlayıram. Fidanə xanım ölkə xaricində olduğuna görə onu mən təmsil edirəm. Finance and Accounting MMC-nin təsisçisidir Fidanə xanım. Biz Finance and Accounting MMC olaraq maliyyə, mühasibat, vergi, uçotu, hüquq xidmətləri göstəririk sahibkarlara. Buradan da təşkilatçılara, mükafat təşkilatçılarına xüsusi təşəkkürümüzü bildiririk müəssisəmiz adından, Fidanə xanımın da adından. Fidanə xanıma da buradan təşəkkürümü bildirirəm ki, gənc mütəxəssisləri geniş imkanlar yaradaraq geniş imkanlar yaratmışdır. Çox sağ olun, təşəkkür edirəm. Bu da sizin mükafatınız. Simurg 2024 mükafatı sizindir. Həm Fidanə xanıma, həm də sizə işlərinizdə uğurlar arzuluyuruq. Və dostlar, daha bir psixoloq layiq görülür bu mükafata. Stare Atayeva buyursun səhnəyə. Daha bir psixoloqumuz, təcrübəli Stare Atayeva. Təbrik edirik sizi. Buyurun səhnəmizə. Hörmətli dostlar və qonaqlar, hər birinizi salamlayıram. Mükafata görə təşəkkür edirəm. Hər birinizə uğurlar arzu edirəm. Çox sağ olun. Bu da sizin mükafat. Təşəkkür edirik. Və yeri gəlmişkən bir daha xatırladım ki, gözəl stendimiz var burada. Şəkillər çəkdirə bilərsiniz. Hər bir mükafatçı, hər bir qonaq. Və növbədə Telnova şirkətinin rəhbəri Tahir Əliyev bugün üzürlü səbəblərdən olmadığı üçün Bəhruz Məmmədovu dəvət edirəm. Buyursun səhnəyə. Mükafatı almaq üçün Telnova şirkətinin nümayəndəsi Bəhruz Məmmədov. Düz dedim də. Buyurun, buyurun. Təbriklər. Çox sağ olun, hər birinizi salamlayıram. Tahir müəllimi yenə də mən əvəz eləyirəm, mavini. Bütün mükafatçıları salamlayıram, çox sağ olun. Hər bu mükafatı siz keçirdirsiniz. Bizi də həmişə də siz olursunuz. Bizi də buna layiq gördüyünüz üçün təşəkkür edirəm. Bildiyiniz kimi, bilməyənlər üçün deyirəm, biz tənzimləyici sistemlər istehsal edirik. Zavodumuz Ukraynada yerləşir. 2018-ci ildən fəaliyyət göstəririk. Nəinki Ukraynada, Avropanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da geniş rəğbətlə qarşılanır. Belə. Çox sağ olun, minnətdarım. Sağ olun, minnətdarım Bəhruz bəy. Uğurlar sizə. Bu da sizin mükafatınız. Təbrik edirik sizi. Telnova şirkəti, uğurlar fəaliyyətinizdə. Çox xahiş edirik, bilirəm, şəkillər çəkilir. Amma biraz sakitliyə, biraz riayət eləyək. Çox rica edirik, çünki mükafat alanlar var. Hələ səhnəyə çıxacaqlar. Növbədə Baku Standart Qrup şirkətinin təsisçisi də layiq görülmüşdü. Təbrik edirik onu. Düzdür, burada yoxdular müəyyən üzürlü səbəblərdən. Daha bir iş xanımı buyursun. Səriyyə Əliyul Musəvi buyursun səhnəmizə. Səriyyə xanım, Simurg 2024 mükafatına layiq görülürsünüz. Buyurun. İlk dəfə eşidirəm belə bir soyadı, fərqli bir soyaddır. Səriyyə xanım, təbrik edirik sizi. Təşəkkür edirəm. Başda dostum Akşin bəyə təşəkkür edirəm və sizlərə təşəkkür edirik. Bu gözəl gecə üçün bizim üçün hazırlamışsınız
və çox şadam ki, bugün mən bu mükafata layiq görülmüşəm və ona görə də ikinci sevinirəm ki, həm köhnə dostlarımız, həm də yeni simalar, yeni dostlar qazandıq burada. Hər birinizə minnətdarıq. Çox sağ olun. Siz də çox sağ olun Səriyə xanım. Buyurun, bu da sizin mükafat. Uğurlar işlərinizdə, fəaliyyətinizdə. Bax belə, xanımlar və cənablar, hər birinizə gəldiyiniz üçün təşəkkür edirik. Əməyi keçən hər kəsə təşəkkürlərimizi bildiririk. Simurq 2024 mükafatlandırılması hər il bir dəfə keçirilir və bugün də sentyabr ayının 22-sində mükafatı alan xanımları, bəyləri hər birini ayrı-ayrılıqda ürəkdən təbrik edirik. Akşin bəyi gəlin ürəkdən alqışlayaq. Doğrudan da onun böyük əməyi var, zəhməti var bu işdə. Hər zaman olduğu kimi gözəl tədbirlər olsun, gözəl çıxışlar və mükafatlar olsun. Akşin bəyə də uğurlar bu işlərində. Dostlar, hər birinizə təşəkkür edirəm. Aparıcınız hər zaman olduğu kimi mən idim, Ceyhun Əsənli. Ümidvaram ki, məmnun qaldınız. Hər hansısa bir qüsurlar oldusa, üzürlü sayın. Növbəti tədbirlərdə, növbəti gecədə eşidiləcək, amma bir mükafatımız da olacaq. Amma təbii ki, çıxışdan sonra. Yenidən bura dəvət edirik sevə-sevə. Hamının sevimli qrupu xanımlardan ibarət Miss Band gəlir.
Təşəkkür edirik sizə. Getmirsiniz qızlar, getmirsiniz. Və bu da sizin mükafatınız. Çox xahiş edirik nümayəndələrdən. Sizin mükafatınızı da təqdim eləmək üçün səhnəyə buyursunlar. Bugün bizi bura dəvət elədiyiniz üçün təşəkkür edirik. Bu bizim uğurumuzdur. İnşallah ki uğurlarımız daimi olar. Buradan rəhbərimiz Elşən müəllimə də böyük təşəkkürümü bildirirəm. Çox sağ olun. Siz də sağ olun. Bu da sizin hədiyələriniz. Hər birinizə təşəkkür edirik. İşlərinizdə uğurlar arzulayırıq. Və əlbəttə ki Simurq 2024 mükafatı. Hər zaman gözəl tədbirlərdə olasınız. Alqışlarla yola salırıq Miss Band qrupunu. Uğurlar qızlar. Təşəkkürlər. Və dostlar, gecəmiz yekunlaşır. Hər birinizlə sağollaşırıq. Növbəti tədbirlərdə, növbəti gecələrdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.